Bakı Avrasiya Universitetində 20 yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Giriş sözündən çıxış edən Regionşünaslıq və İqtisadiyyat Fakültəsinin dekanı Dosent Mütəllim Rəhimov 20 yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və suverenlik iradəsini dünyaya nümayiş etdirən tarixi siyasi dönüş nöqtəsi olduğunu bildirib və bu faciənin milli yaddaşın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Tədbirdə çıxış edən fakültə və kafedra rəhbərləri 20 yanvar hadisələrinin milli birliyin möhkəmləndirdiyini, müstəqil dövlətçilik ideyasının formalaşmasına güclü təkan verdiyini və gənc nəslin milli mənəvi dəyərlər əsasında yetişməsində əvəzsiz əhəmiyyət daşıdığını qeyd ediblər. Kafedra müəllimləri məruzələrdə 20 yanvar hadisələrinin müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasına təsirindən danışıb, digər çıxışlarda isə bu faciənin xalqımızın yaddaşına əbədi yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusilə vurğulanıb.